Gedirəm, qəbrimizi qazdırım. Bu nə sözdür? Sənin ölümün bizim hamımızın ölümünə bərabərdir, ustad. Mən belə düşünmürəm. Öz beynimi mən çoxdan sizin beyninizə köçürmüşəm. Rasim Balayev 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında Ulduzlar Sönmür filmində kiçik bir rolda çəkilib. Lakin onun əsl şöhrəti sonradan oynadığı Nəsimi, Babək və Dədə Qorqud filmlərindəki möhtəşəm obrazları ilə gəlib. Rasim Balayev həm də Azərbaycan Film Kinostudiyasının nəzdində fəaliyyət göstərən Kinoaktyor Teatr studiyasında çalışıb. Böyük və çətin rollarla yanaşı, o bir sıra filmlərdə kiçik rollarda da çəkilib. Bu şirin söz azadlıq, sənin birinci saatın, xoşbəxt səhnəsi, mən hələ qaydacağam, birisi gün gecə yarısı kimi filmlərdə də müxtəlif obrazlar yaradıb. Xalq artisti, həm də Özbək film, Mosk film və digər kinostudiyalarda çəkilən filmlərdə iştirak edib. 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematografiyası İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən isə həmin ittifaqın sədri kimi fəaliyyət göstərib. Mən bilməm neçənci dubldür, bir dublə çəkmirlər. Bir daha şey elədim, oxun da ucunda dəmir vardı, şiş. Belə attım, getdi, uçdu, getdi, dəydi Şəfiqə Məmmədovanın qoluna. Ay, belə elədi, qan götürdü qolun dadın. Ya bunu qayıtdı ki, sən mənə qəsdən vurdun. Dedim, mən o ənəm sikişirəm. Mən onu atırdım, gəldi dəydi. Rasim Balayev bir çox aktyorların ömür boyu qazana bilmədiyi mükafatları yalnız Nəsimi roluna görə əldə edib. Əli, boş gəlmirsən. Mənim cəvahiratım beynimdədir. Amma məsləhətdir ki, əvvəl Göz Bahadırın Dövlət bəyə qulaq asasan. Həmin vaxt onun cəmi 25-26 yaşı var idi. 31 yaşında isə Babək rolunu canlandırıb. O, Almaniya, Türkiyə, İran, Tacikistan, Asiya ölkələri, Çeçinistanın ilk kino layihələri, Özbəkistan, Moskva, Gürcüstan və digər qərb ölkələrində çəkilən filmlərdə müxtəlif obrazlar yaradıb. O, təkcə müsbət qəhrəman obrazları ilə deyil, eyni zamanda cəmiyyətdəki mənfi tipləri də inandırıcı şəkildə canlandırmaq bacarığı ilə tamaşaçıların rəğbətini qazanıb. Rasim Balayev cəmi 34 yaşında Azərbaycanın xalq artisti adına layiq görülüb. Bundan əlavə, o, onlarla xarici filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Ailənin böyüyü olan Rasim Balayev boyca hündür olsa da, uşaqlıqda çox çəlimsiz imiş. Hətta kiçik bacı qardaşları ondan daha iri görünürmüş. Lakin o çox kiçik yaşlarından oxumağa və öyrənməyə böyük həvəs göstərib. Cəmi 5 yaşında artıq əlifbanı bilirmiş, 6 yaşında isə heç kimin köməyi olmadan kitab oxuya bilirmiş. Ədəbiyyat müəlliminin sayəsində onda ədəbiyyata və incəsənətə böyük maraq yaranır. Öz xatirələrində deyirdi ki, şeir deməsi və əsərləri emosional şəkildə oxuması müəllimi Nabat xanımın çox xoşuna gəlirmiş. Qəmin varindən ey dilbər, könül qaynar, içim yanar. Bu rəncü möhnəti gör ki, qəmi içində çəkər könlüm. Sinifdə dram əsərlərini rollara bölürdülər. O dövrdə radio tamaşalarına çox qulaq asırdı və bu da sinifdə rollarını daha yaxşı oynamağına kömək edirdi. Bir gün rayonda xəstəxananın həyətində dostlarından biri ilə başqa bir nəfər arasında mübahisə yaranır və dava başlayır. Rasim də dostuna kömək etmək istəyərkən dava daha da böyüyür. Nəticədə onları tutaraq milis məntəqəsinə aparırlar. Sovet milisi xuliqanlıq ittihamı ilə Rasim Balayevi həbs edir. O, sonradan həmin günləri belə xatırlayırdı. 100 gün Gəncədə həbsxanada yatdım. Həmin 100 gün mənə böyük həyat dərsi oldu. Çox burnu yuxarı idim. Həyat mənim üçün sanki əyləncə idi. Həbsxana mənə göstərdi ki, əslində həyat nədir? Rasim Balayev sonradan sevdiyi əmisi qızı ilə evlənir. Onlar Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Bir müddət sonra atasının ölüm xəbərini alır və bu xəbər onu ağır sarsıdır. Hətta bu hadisədən sonra xəstəxanaya düşür. Elə həmin vaxt onun ikinci oğlu dünyaya gəlir.
Rasim Balayev xəstəxanadan xəbər göndərir ki, oğlanın adını Asim qoysunlar. Sonra zarafatla əlavə edir. Birdən mən ölsəm, adının əvvəlinə R hərfini əlavə edərsiniz. Depressiya onu çox ağır vəziyyətə salmışdı. Rasim Balayevin ən yaxın dostlarından biri də aktyor Ramiz Əzizbəyli olub. Onların dostluğu zamanla şəxsi münasibətlərə görə pozulub və hətta düşmənçiliyə qədər gedib çıxıb. Ramiz Əzizbəyli bu barədə belə deyirdi. Qızımı, Xədicə balamı o vaxt çox yaxın dostum olan Rasim Balayevin baldizi oğluna verdim. Amma alınmadı, ayırdım. Hələ də ailə qurmayıb. Artıq neçə illərdir Rasimlə danışmıram. Çox yaxın dost idik, amma övladıma görə dostluğumuzun üstündən qara xətt çəkdim. Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli isə deyirdi ki, Rasim Balayev nə atası xəstə olanda, nə də vəfat edəndə gəlməyib. Baxmayaraq ki, bir vaxtlar onlar bir ailə kimi yaxın olublar. Nəsimi filmi çəkilərkən yazıcı İsa Hüseynov və rejissor Həsən Seyidbəyli bu rol üçün aktyor axtarırdılar. Həsən Seyidbəyli tədris teatrında gördüyü bir gənci xatırlayır və ssenarini verib oxumağı tapşırır. Lakin Rasim Balayev həmin vaxt xəstə idi. O, xəstəxanada ona təqdim olunan ssenarini oxumadan geri qaytararaq deyir, mənim ömrümə az qalıb, sizi naümid eləməyim. Rejissor isə bununla razılaşmır və Səhiyyə nazirinə zəng edir. Onun xahişindən sonra Rasim Balayev yenidən müayinə olunur və Mərdəkan əsəb sanatoriyasına göndərilir. 1973-cü ildə Rasim Balayevin taleyi ilə bağlı çox ciddi qərar verilir. O, Nəsimi roluna təsdiq olunur və bununla sanki ölümün pəncəsindən qurtulur. Şəms! 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 Kızım hara, dayan. Ayıl bala. Gitme. Gitme. Rasim bu xəbəri eşidəndə sevincindən uşaq kimi höngür-höngür ağlayır. Nəsimi filmi onun üçün böyük uğurun başlanğıcı olur. Filmin ilk nümayişindən cəmi bir gün sonra Rasim Balayev artıq bütün Sovet İttifaqında məşhur idi. Ne tez qocaldın şair. Tez? 48 haqqan nasıl yaşımdı? Bir il Sultan Bayezid'in zindanında yattım. Bir il Sultan Murad'ın zindanında. Bir il de Bağdad əmirinin. Her zindan ilini 48 yıl say hesab elə. Neçədir yaşım? 144. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə tələbə vaxtı Rasim Balayevlə eyni yataqxanada qaldıqlarını xatırlayırdı. O, 2016-cı ildə verdiyi müsahibədə deyirdi ki, Rasimi əvvəllər tanımırdım, sadəcə ara bir görürdüm. Sadə bir qara dinməz oğlan idi. Bir gün gördüm ki, əlində bir top kağız qaça-qaça dəhlizdən gəlir. Sonra bildim ki, Nəsimi roluna təsdiq olunub. Həmin gündən sonra hamımız Rasimi, daha doğrusu Nəsimini tanıdıq. Ayrılıq ölümdən də bətərdi Yusif. İnadın seni mahvedici. Gitme. Çəkil. Xalq artisti Rasim Balayev Ayaz Salayevin Yarasa filmində də çəkilib. Bu filmdə Belarus aktrisası ilə intim səhnədə çəkilməsi bəzi insanları onu qınamasına səbəb olmuşdu. Lakin Yarasa filmi 1995-ci ildə Fransada keçirilən Avropa Film Festivalında Grand Prix mükafatına layiq görülmüş və yüksək sənət nümunəsi kimi qiymətləndirilmişdi. Bir dəfə Moskvada keçirilən kino festivalı zamanı Rasim Balayev köşklərdə aktyorların şəkillərinin satıldığını görür. Digər Azərbaycanlı sənətkarlar ona öz şəklindən birini də al deyirlər. Rasim isə bunun zarafat olduğunu düşünür. Lakin köşkə yaxınlaşıb şəkli alanda görür ki, bu doğrudan da özünün şəklidir. Şəklin arxa tərəfində isə onun haqqında geniş məlumat yazılmışdı. Azərbaycan kinosuna böyük töhfələr vermiş, tamaşaçıların yaddaşında silinməz iz qoymuş böyük sənətkar Rasim Balayevi dərin hüzünlə anırıq. Ona Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun. Belə videoların davamı üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin dəstəyiniz bizim üçün çox dəyərlidir.